Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu ilə başladı. Salam, mənim əzizlərim, xoş gördük. Yenə də mən sizin həkim dietoloq Şafa Yəcigərova hər bazar günü ARB kanalında saat 2-də sizinləyəm. Bugün də təbii ki, faydalı məsləhətlərim və möhtəşəm qonaqlarım sizinlə olacaq. Hansı qonaqlarım olacaq? Diqqətiniz məndə olsun. Çünki bugün siz üçün bir eksklüziv açıqlamalar olacaq. Verilişimizi sona dək izləyin. İndi isə istəyirəm qonaqlarımızı təqdim edim. Çünki bugün çox fərqli, sözün əsl mənasında həyatlarını dəyişmiş müəyyən qonaqlarımız var. Təbii ki, nəyə görə həyatlarını dəyişmiş, onlar özləri açıqlayacaqlar. Bugün studiyamızın qonağı rəssam, UNESCO Beynəlxalq İncəsənət Assosiasiyasının üzvü Mehriban xanım Alışova bugün studiyamızın qonağıdır. Buyurun Mehriban xanım, xoş gəlmişsiniz. Maşallah olsun, gözəl xanım, gözəl ana, gözəl həyat yoldaşı, gözəl nənə və gözəl əl işi olan rəssam bugün Mehriban xanım bugün studiyamızın qonağıdır. Xoş gördük Mehriban xanım, necəsiniz? Çox gözəl. Belə studiyada insan necə olar? Onu da deyim ki, rənglər də çox qarmonikdir. Uyğundur, uyğundur. Mən elə bu verilişə görə bu rəngi seçdim. Hətta, Bəli, hətta. Görürsünüz ki, hətta verilişimizə baxır, izləyirsiniz verilişimizi. Bəli, elə şey izləyirəm əlbəttə. Bəli, Mehriban xanım bizim verilişimizi izləyir. Hətta bugünkü libası da bizim studiyamıza uyğundur. Buyurun, əyləşin, zəhmət olmasa Mehriban xanım. Və bugün Mehriban xanımın bir həyat hekayəsi var. Amma nə hekayəti? Dinləyin, izləyin verilişimizin sona kimi. Və təbii ki, əgər biz efirdə isə Şəfalı Həyat bir efir olaraq sizləndir. Amma hər zaman bizə nə? Sosial şəbəkələr, saytlar hər zaman bizə düzgün və səhv məlumatları verən və təbii ki, Şəfalı Həyat verilişi sizinlədirsə, hər zaman TV ilə bərabər təbii ki, saytlar, jurnalistlər bizə dəstək oldular. Və bugün bizim media əməkdaşımız, tərəfdaşımız deyək, bugün studiyamızın qonağı Xanlar Sətullayev, jurnalist, Yenilik Az saytının baş redaktorudur. Buyurun Xanlar bəy, necəsiniz? Xoş gördük. Buyurun, əyləşin. Və qonaqlarımı artıq təqdim etdim. Mehriban xanım, siz də xoş gəlmişsiniz. Xanlar bəy, sizə də xoş gəlin deyirəm. Və əgər Şəfalı Həyat sizinlədirsə, deməli, verilişimiz gözəl ifa ilə başlayır. Və istəyirəm təqdim edim, bugün studiyamızın qonağı Leyla xanım Ramazanova, bizim gözəl müğənnimiz. Buyurun Leyla xanım. Sonunda
Güzeller söyledi, biraz da gözledim. Güzeller söyledi, biraz da gözledim. Sonunda düşmeyip hiç oldu sevdiğim. Güzeller söyledi, biraz da gözledim. Sonunda düşmeyip hiç oldu sevdiğim. Güzeller söyledi, biraz da gözledim. Sonunda düşmeyip hiç oldu sevdiğim. Ay çok sağ olun Leyla xanım, çok sağ olun. Çok güzel ifa, bir qeyri-adi bir enerji yarattı studiyada. Teşekkür ederim. Bugün bir mövzuya toxunmaq istəyirəm. Çünki son günlər bu mövzu çox mənə belə içimə toxundu. Düşünürəm ki, hal-hazırda bizi izləyən yüzlərlə, milyonlarla insanlar var. Və bu sualla tək qonaqlarıma yox, məhz sizə müraciət etmək istəyirəm. Məni hal-hazırda izləyən bütün tamaşaçılar, sizə bir sualım olacaq və diqqətiniz tam məndə olsun. Çünki doğrudan da bu sual insanı bir anda həyatını dəyişə bilər. Bir anda qərarlarını dəyişə bilər və bir anda sizin həyatınız bir çarıq kimi deyim, 180 dərəcə dəyişə bilər. Mən bu sualı hər kəsə müraciət edərək bu sualı verirəm. Həyatınızda necə yaşayırsınız? Kaş ki, yoxsa nə yaxşı ki? Bu sual doğrudan çox dərin sualdır və bəzi insanlar bunun dəyərini bəlkə də o qədər qiymətləndirmir. Amma mən kifayət qədər yaşım var və bir neçə gün bundan öncə artıq özümə bu sözü dedim və düşünürəm ki, məni kimi yüzlərlə yox, milyonlarla insanlar var, xanımlar, bəylər, hansılar ki, bu sualı özünə verməyə zamanları yoxdur. Çünki o qədər biz, belə deyək ki, ailə problemləri deyim, ailə işləri, uşaqlar, iş və biz bir anlıq dayanıb, bir anlıq o deyək sükut, sakitlikdə olub o sualı özümüzə verməyi bacara bilmirik. Və mən bir an elə bil ki, bütün həyat mənim üçün dayandı və mən o sualı özümə verdim. Sualı verdim ki, Şafa, sən necə yaşayırsan? Kaşkin, yoxsa nə yaxşı? Və əgər sizin həyatınızda nə yaxşıdır, deməli siz doğrudan da həyatda özünüzü tapıbsınız. Yox, əgər sizin həyatınızda çoxluq təşkil edir kaşkin, əgər 10 dənədən belə deyək də, 3-ü deyir ki, 10-u deyir ki, kaşkin, amma orada çox az bir faizi deyir ki, nə yaxşı, deməli siz həyatınızda digər tərəfdən baxmalısınız və yəqin ki, həyatınızda nələrisə dəyişməyə artıq zaman çatıb. Odur ki, şəfalı həyatla qalın. Təşəkkür edirəm Şəfa xanım. Məni dəvət etdiyinizə görə doğrudan da mövzu çox gözəl mövzudur. Mənim o dediyiniz o kaşki və nə yaxşı belə doğrudan da düşündürücü cümlədir. Kaşkilər hamıda olur. Bütün insan həyatında kaşkilər var. Amma məndə nə yaxşı kidir. Çünki niyə görə? Yəni mən həmin o kaşkilərlə yaşayan insan olmamışam. 53 yaşımda gəlməyimə baxmayaraq bu sənətə yenə kaşki demirəm. Çünki həmin andan, həmin belə deyək, o düşdüyüm mühitdən zövq alıram. Yəni bu yaşda bu sənətə gəlmişəmsə, mən oradan da gözəllik axtarıram. Demirəm, kaş ki cavanlıqda gələrdim, kaş ki uşaq vaxtında rəssamlıq sənətinə böyük sevgim var idi. Var idi. Bəli, böyük sevgim var. Deməli içimizdə bu var idi. Var amma idi. Gizli şəkildə. Gizli şəkildə sevgi var. Amma düşünməzdim ki, mən haçansa bu sənəti seçəm. Və belə uğurlu olar. Hə, belə uğurlu olar. Ona görə deyirəm ki, o kaş ki yox, nə yaxşı ki məndə alındı və bu sənətə müraciət elədim, müəllim yanına müraciət elədim və müraciət eləyəndə mənim müəllimim Nizar müəllim, Nizar Məmmədov mənə boya verdi, fırça verdi və kətan verdi. Mehriban xanım, bunu çəkin, bilmək istəyirəm sizin işinizdə nə var. Və mən başladım, bir dolça qoyub, meyvədir, bir də belə nəysə bir pərdə kimi bir material idi belə atmışdı ora. Parça belə. Və mən başladım... Natrimot da belə gedir. Natrimot, bəli, natrimot. Mən başladım yavaş-yavaş çəkməyə, çəkdim. Müəllimim yaxınlaşdı mənə, keçdi o tərəfə, keçdi bu tərəfə və dedi ki, Mehriban xanım, siz əvvəl başqa müəllim yanına getməmisiniz. Dedim, xeyr müəllim, mən ilk dəfədir əlimə fırçanı, qələm demərəm, karandaş demərəm. Bu artıq fitri bir istedad. Bəlkə genimizdə kim nəsə olub? Gendə
deyərəm ki, mənim bacılarımda da var idi bu. Biz məktəbdə hamımız yaxşı rəsm dərslərini həmişə 5 alırdıq. Deməli, artıq bu sizin işinizdə var idi. Var idi. Meri, baxın, bir sualım da var belə. Mənim düz başa düşməm. İçinizdə o sevgini hiss etdiniz və başladınız rəssamlığa. İçinizdə başqa nə belə gizli sevgi varsa, şairəlik, bəstəkarlıq, bəlkə musiqi ilə bağlı, ya şeirlərlə bağlı. Elə bir varmı ona da qarşı sevgi? Çünki yaradıcı insan hər tərəfli olur. Doğru, tamamilə doğru deyirsiniz Şəfaq xanım. Çünki musiqiyə də meylliyəm, pianino dərsinə getmişəm. Şeirlər, ümumiyyətlə, mütaliə eləməyi çox sevirəm. Mənim evimdə də böyük kitabxanam var. Hamısı imzalıdır. Nə oxuyuramsa imzalıdır. Yəni, bu mənim içimdə var da. Yer gəlmişkən çox gözəl rəng seçimləriniz də gözəldir. Gözəl modelyer, dizayner də ola bilərsiniz. Yəni, rəssamlıqla bərabər bu da alına bilər. Təşəkkür edirəm Şəfaq xanım. Və istəyirəm Leyla xanıma da bir sual verim. Sonra da bizim dəyərli qonağımız, jurnalistimiz Xanlar bəyə də sual verəcəm. Leyla xanım, bax, siz də bir öz ailə dəyərləri olan bir xanımsınız, 2 evlad anasısınız. Onu da nəzərinizə çatdırım ki, bəlkə də bizim show biznesdə nadir bir müğənnisiniz ki, barmaqla sayılacaq müğənnilərdən birisiniz ki, belə deyək də, fərqli geyim tərziniz var. Elə yeri gəlmişkən Samirə xanım da, mənim əzizim, o da bu tipdə geyinir. Yəni, mən hər zaman diqqət edirəm ki, siz çox belə özünüzə xas sərhədlər daxilində geyinirsiniz. Yəni, bu artıq içinizdən gəlir, yoxsa evdə, ailədə hansısa bir çərçivələr var, yoxsa artıq sizin içiniz belədir? Xeyr, deyərdim ki, mən də qonaqlarınızı salamlayıram. Çox gözəl mövzu seçmişsiniz. Həmişəki kimi Şəfaq xanımın mövzuları həmişə çox gözəl olur. Mən deyərdim ki, insanın həyata baxışı onun sırf daxilindən gəlməlidir və belə də olur. Xasiyyətlə əlaqədar bir şeydir və sizə deyim ki, nə qədər o xasiyyəti sən istəsən də, dəyişmək istəsən də, o sənin içində olan bir mən var da, o sənə deyir ki, bunu belə etməlisən və yaxud da daxilindən onu etmək istəyirsən. Mən də öz geyim seçimlərimə gəldikdə, bu mənim öz seçimlərimdir. Mən biraz həmişə qeyri-adi, maraqlı, əl işləri olan geyimləri çox sevirəm. Standart geyimlərdən həmişə biraz uzaq qaçıram. Çünki insana yaraşan, sənə nə yaraşırsa, dəb sənə bunu deyirsə, sənə yaraşmırsa, sən onu geyinə bilmərsən. Təbii ki, hər insan öz bədənini tanımağı, bacarmalıdır və ona uyğun geyinməlidir və öz istədiyinlə dəbi də qarışdıranda daha gözəl, daha yeri mənalı gəlmişkən, görsənir. Leyla xanım, sizin həyatda ən böyük kumiriniz kim olub? Bir xanım kimi, etalon siz üçün kim olubdur? Mənim öz anam. İndi istəyərəm Xanlar bəyə də sual vereyim. Xanlar bəy, təşəkkür edirəm ki, siz də bugün qonağımızsınız, gəldiniz. İndi 3 gözəl xanım imkan vermir sizə danışmağa. Təbii ki, jurnalist buradadırsa, jurnalistin hər zaman sözü bitmir və jurnalistlər hər zaman sözün düzünü deyirlər. Və bu yaxınlardan da bir neçə saytlarımızda da bizim bir efirimizi də verdiniz. Harada ki, mən vurğuluyuram ki, mən ümumiyyətlə bütün, belə deyək də, arxaladıcı vasitələrə yox deyirəm. Mən hər zaman yalnız sağlam şəkildə, şəfalı şəkildə kilolardan azad olmağı deyirəm. Xanlar bəy, istəyirəm elə sizə də bu sualı verim. Məsələn, Mehriban xanımdan öyrəndik, aldıq onun həyat dəyişimini. Leyla xanım amma hələ tam almamışam. Necə oldu ki, gəldi bu səhnəyə necə gəldiniz? Elə onun haqqında danışacağım. Xanlar bəy, siz, mən istəyərdim öz işiniz haqqında danışasınız. Ümumiyyətlə, necə gəldiniz bu jurnalistika? Yəni, bu jurnalistika biraz çətin sahədir. Müxtəlif insanlarla, həddən artıq çox ünsiyyətdə və sizdə olubmu həyatda? Kəşkən daha çox olub, yoxsa nə yaxşı ki? Mən əvvəla təşəkkür edirəm. Çox maraqlı mövzu qoymuşsunuz. Yəni, digər verilişlərdə də həmişə izləmişəm və onlar da çox maraqlı idi. Həmçinin toxunduğunuz verilişdən bizim paylaşdıqlarımız, yəni saytımızda paylaşılanlar, yəni həqiqətən də sizin o arıqlamaqla bağlı metodlarınız çox aktualdır, çox vacibdir. Çünki bugün əksər insanlar dərmanlarla arıqlamaq, yəni daha qısa müddətə nəticə əldə etmək istəyirlər ki, əməliyyatlar, plastik cərrahi həddən artıq çoxdur, cavan uşaqlar. Çox təhlükəli metoddur. Ona görə də çox təhlükəli xəstəliklərə düçar olurlar və dediyiniz həmin o kaşkilər ondan sonra başlayır.
Çox gözəl dediniz. Bəli. Xanlar bəy, təşəkkür edirəm. Sözün yəni, əsl mənasında. Baxın, bu yaxınlarda elə yəni bir vətəndaşla qarşılaşdım ki, yəni həqiqətən də çox peşman idi ki, yəni həmin dərmanlar nəticəsində yəni mədəsi götürülmüşdü insanın. Çox təhlükəlidir. Yəni buradan da bir çağırış edirik ki, insanın psixologiyasında, yəni insan özü əgər özünə əmin eləsə ki, mən arıqlamalıyam, sağlam qidalanma ilə belə o arıqlaya bilər. Amma yəni onlar dərmanlarla qısa müddətdə çox çəki itirəndə artıq bədənin müqaviməti azalır, bədəndə çox qorxulu proseslər gedir orqanizmdə və nəticədə də təhlükəli xəstəliklər, yəni onkoloji xəstəliklər meydana çıxır ki, insan həyatını itirir. Yəni tanınmışlar arasında da belə biz görmüşük, yəni onun fəsadlarını yaşayanlar olub, dünyasını dəyişən də olub. Ona görə də sizin o metodu mən çox bəyəndim. Və dediyiniz, yəni kaş ki çox olub, yoxsa yaxşı ki olub. Yəni mən şəxsən heç bir vaxt yəni kaş ki düşünməmişəm. Ona görə ki insan həmişə gələcəyə baxmalıdır. İnsanın məqsədləri olmalıdır. Bir insan əgər kaşkinlə yaşasa, o kaşkilər labirintində ilişib qalacaq və o həyatda heç bir vaxt inkişaf eləyə bilməyəcək. Hər yeni gün insan səhər tezdən oyananda bu artıq yəni sağdırsa, yəni günə yeni başlayırsa, artıq buna görə şükür eləməlidir və həyatına yeni elə bir sıfırdan başlamalıdır və həmin günün həzzini yaşamalıdır. Həmin günün yəni Allahın verdiyi o günü layiqincə yaşamağı bacarmalıdır. Amma o keçmişdəki səhvləri düşünsə, yəni hər kəsin həyatında səhv var, insanın səhv etmək azadlığı da var. Heç kim deyə bilməz ki, mən həyatda səhv eləməmişəm. Sadəcə olaraq əgər insan elə daim dönüb arxaya baxsa, mən filan yerdə filan səhv elədim. O kaş ki düşündükcə bu artıq depressiyaya gəlib çıxacaq və depressiyadan da ondan sonra depressiyada müalicə olunmayanda, yəni vaxtında bunun qarşısı alınmayanda o da yenə də aparır, başqa xəstəliklərə çıxarır. Bunu da ona görə də Maşallah, Xanlar bəy həm jurnalist, həm belə də həkimlikdən də başı çıxan, hətta biz artıq depressiyaya belə toxunduq. İnsan ümumiyyətlə paylaşdıqca rahatlaşır, insan yaxşılıq elədikcə. Yəni bəzi insanlara ümumiyyətlə kimsə həyatdan küsübsə, onlara imkan vermək lazımdır. Onlar nəsə kiçik də olsa kiməsə yaxşılıq eləsinlər. İnsan yaxşılıq eləyəndə özü ondan həzz alır. Mənim əzizlərim, xatirələrlə yaşamayaq, gəlin xəyallarla yaşayaq. Çünki o xəyallar bir gün gələcək, o xəyallar hamısı reallaşacaq. Necə ki, şəfalı həyat sizinlədir, necə ki, bugünkü qonaqlarımız öz həyatlarını sizin göz qabağınızda dəyişmiş insanlar da real insanlardır. Və düşünməyin ki, bəzi insanlar düşünür ki, artıq mənim 50 yaşım var, kimsə deyir 55 yaşım var, kimsə deyir ki, mən artıq həyatımı dəyişə bilmərəm, mən bədənimi istədiyim bədən formamı əldə edə bilmərəm, mən kilolardan azad ola bilmərəm, mən hansısa bir rəsmi çəkə bilmərəm, dili öyrənə bilmərəm. Mənim əzizlərim, hər yaşda musiqini də öyrənmək olar, rəsmi də öyrənmək olar. Yetər ki, içinizdə istək olsun, yetər ki, içinizdə arzu olsun və bir məqamda çatdırmaq istəyirəm ki, biz o zaman arzumuza çatırıq, haçan ki, özümüzü ona layiq bilirik. Haçan ki ona hazır oluruq və haçan ki bilirik ki bunu nə üçün edirik. Bəli, insan onu özünə layiq bilirsə, hazırdırsa və bilir nə üçün edir. Və artıq bizim gözəl müğənnimiz Leyla xanım bizim məkanımıza gəldi, mənim klinikama gəldi və biz onu müayinə etdik və artıq start verdik. İndi isə istəyirəm süjetimizi izləyək və baxaq görək Leyla xanımla orada hansı bir prosedurlar və yoxlanışlar etdik.
Deməli, Leyla xanım, sizin bugünkü bioimpedans cihazında müayinəmizin nəticəsi. Birinci növbədə sizdə bədən indeksinizin göstəricisi 28-700-dür. Düzdür, sizdə piyələnmə yoxdur, amma artıq çəkilik var və burada əsas göstərici odur ki, sizdə yağ kütləviz 19 kilo 200 artıq yağ kütləviz var. Bu çəki söhbəti deyil, bu sırf yağ kütləsidir. Ona görə də biz yoxlayırıq ki, baxaq görə burada yağ kütləsi nə yerdədir. Bundan öncə dediniz ki, yəqin ki, əzələ kütləm yaxşıdır. Deyərdim ki, əzələ kütləviz yaxşıdır. Bu artıq sizin bir göstəricimizdir. Bu yaxşı bir göstəricidir ki, biz kilo verdikcə dəridə sallanma da olmayacaq düzgün şəkildə versək. Eyni zamanda onu da nəzərinizə çatdırım ki, əsas burada metabolizmamız zəifdir. Bizə birinci növbədə metabolizmamızın düzgün çalışması lazımdır və yəqin ki, su kifayət qədər içmirsiniz. Bəli, su içmədiyinizə görə sizdə ümumi ödem var, amma hüceyrə daxili susuzlanma baş verir və bu da təbii ki, vaxtından tez dərinin qocalması, dərinin solğunluğu, gözünüzün altında qaralar, bunun kimi əlamətləri var və su balansımız. Deməli, bu hal-hazırda standart göstərici var ki, 1 kiloya 30 milli, amma mən deyərdim ki, bizim cihazımızın özəlliyi odur ki, biz hər insana individual su balansını seçirik. Sizin gündəlik su içiminiz 1 litr 700-dür. Bu nə çay deyil, nə yaşıl çay, nə kofe, sadəcə ağ su. Bir də onu da deyim ki, sizdə ən böyük uğurunuz odur ki, daxili piyələnməniz yoxdur. Bu çox gözəl göstəricidir. Əsasən insanlarda ola bilər çəkisi çox deyil, amma daxili, yəni visceral piyələnmə var. Bu da daxili üzvlərin piyələnməsi digər xəstəliklərə gətirir. Odur ki, belə göstəricilərimiz yaxşıdır. İnşallah ki, daha yaxşısını da biz bir neçə müddət alacağıq. Ümid edirəm ki, sizin ən böyük arzunuz olan 60 kiloya tez bir zamanda iynəsiz, dərmansız, əməliyyatsız, zərərsiz tez bir zamanda istədiyimiz kilonu bizimlə bərabər əldə edəcəyik. Süjetimizi izlədik və artıq reklamlara keçid alırıq. Sağlam qidalanma hardadır? Təbii ki, Şəfalayət Kofe and Healthy Food'da. Hər ay burada gözəl xanımlarla bərabər həm seminarlar keçiririk, həm maarifləndirici məlumatlar veririk və təbii ki, sağlam qidalanırıq. Sizi də dəvət edirəm, bizim məkanımıza gələsiniz. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu ilə davam edir. Dünya güler, aleme nur sepiler. Sen yadıma düşende gül açar dünya güler, aleme nur sepiler. Sen yadıma düşende gece olsa ay çıkar, ay çıkar. Karanlıklar çekiler, karanlıklar çekiler. Gece olsa ay çıkar, ay çıkar. Karanlıklar çekiler, karanlıklar çekiler. Gün olar, gündüz olar, gündüz olar. Şefek giyer düz dünya, bir dünyama kavuşar, dünyama kavuşar. Sevinç doluyuz dünya. Gün olar, gündüz olar, gündüz olar. Şefek giyer düz dünya, bir dünyama kavuşar, dünyama kavuşar. Sevinç doluyuz dünya. Kaş ünüm sənə yetər, kaş səsim sənə çatar. Sən yadıma düşəndə kaş
yönüm sənə yetər, kar səsim sənə çatar, sən yadıma düşəndə. Mən təzədən gələrəm, sevmək üçün həyata, sevmək üçün həyata. Mən təzədən gələrəm, sevmək üçün həyata, sevmək üçün həyata. Gün olar, gündüz olar, gündüz olar, şəfəq geyər düz dünya, bir dünyama qovuşar, dünyama qovuşar, sevinç dolu yüz dünya. Gün olar, gündüz olar, gündüz olar, şəfəq geyər düz dünya, bir dünyama qovuşar, dünyama qovuşar, sevinç dolu yüz dünya. Mən təzədən gələrəm, sevmək üçün həyata, sevmək üçün həyata. Mən təzədən gələrəm, sevmək üçün həyata, sevmək üçün həyata. Gün olar, gündüz olar, gündüz olar, şəfəq geyər düz dünya, bir dünyama qovuşar, dünyama qovuşar, sevinç dolu yüz dünya. Gün olar, gündüz olar, gündüz olar, şəfəq geyər düz dünya, bir dünyama qovuşar, dünyama qovuşar, sevinç dolu yüz dünya. Leyla xanım, təşəkkür edirəm. Çox gözəl. Təşəkkür Çox edirəm, gözəl. var Özünüzə xas bir bu musiqiyə bir başqa bir nəfəs vermisiniz. Öz səs tembrinizlə, öz belə xanım xatın ifavızdan doğrudan bu musiqini mən çox sevirəm, amma sizin ifavızda başqa cürə sevdim. Təşəkkür edirəm, var olasınız. Elza İbrahimova bəstələri tamam bir başqadır. Çox gözəldir, mən də çox sevirəm. Çox gözəl, təşəkkür edirəm. Mehriban xanım, elə yeri gəlmişkən istəyirəm digər bir sualı da verim. Çünki sizin çox gözəl rəsmləriniz var. Hətta bundan öncə də izlədim. Onu da təqdim etmək istəyirəm ki, qonaqlarımıza da, hətta mənə də təqdim etdiniz. Elə deməli, rəsmlərinizin kitab versiyası bu. Leyla xanım, sizə Mehriban xanım hədiyyəsi. Gözəldir çox. Xanlar bəy, sizə də hədiyyəmiz var. Buyurun. Çox sağ olun. Bu da mənə. Mən istəyirəm bunu elə izah edim. Nəyə görə? Çünki bəzi insanlar fikirləşir ki, rəsm yalnız belə deyək də, böyük formatda ola bilər və hətta sizdə elektron versiyası da var. Yəni QR kodla girilir və keçid alırıq və baxırıq. Və mən bir şey fikir verdim ki, sizdə ümumiyyətlə insan yoxdur, insan üzü yoxdur. İnsan rəsmi çəkmirsə, burada güllərdir, çox gözəl rəsmlərdir. Hətta istəyər, bax, bunlar da çox, bunlar mən elə gəlir ki, muncuqla yığılıb əl işləridir. Bəli, muncuqla da, bunlar əl işləridir. Siz həm fırça ilə çəkirsiniz, həm də ki, əl işləriniz. İşləyirəm. Çox gözəl əl işləri var. Belə mən istəyirəm, bunu da göstərim. Hətta Mehriban xanım çox fərqli bir xanımdır. Ona desəniz ki, bu dəqiqə mənə hansısa bir rəsmi hədiyyə et, ya mənim üçün çək. O deyəcək, mən onu eləyə bilmərəm. Çünki onu içindən gəlməlidir. İndi inşallah ki, içindən nə vaxtsa mənə də bir rəsm çəkməyə gələcək. İnşallah, inşallah. İnşallah. Rəsmlərimə qarşı, əsərlərimə qarşı ümumiyyətlə çox həssasam. Bəli. Doğrudan hiss elədim, elə bilirəm ki, balalarımdır da. Belə bir doğrudan olar sizin balalarınızdır. Doğrudan elədir. O doğrudan elədir. Bir insan işini sevirsə, sənətini sevirsə, məsələn, mən haçan əhval-ruhiyyəm yaxşı olur. Mənim, məsələn, xəstələrim, pasiyentlərim indi belə deyək, gələndə və deyəndə ki, mən bugün çox yaxşıyam, mən kilo verdim, özüm xoşbəxt hiss edirəm. Adam var ki, məsələn, kilo verir, ailə qurur, evladı olur. İllərlə evladı olmayan insanlar, bura bir gün bir elə pasiyentim gəlmişdi, Aysel xanım bizdə çalışır və bir neçə il bundan qabaq mənə müraciət etmişdi, evladı olmadı.
olmamışdı. Deməli, mən ona belə danışım, bu bir hekayə ki, çox maraqlı. Bugün elə işdən gələndə işdəydim, onu danışdı. Deməli, Asiyə xanım gəldi, 18 kilo verdi, harca 2 aya və mən dedim ki, siz narahat olmayın, bir aya evladınız olacaq. İndi düz 4 həftə keçib, mənə zəng edir Şafıq xanım. 4 həftə keçib, hələ üzr istəyirəm ifadəmə görə. Deyirəm, Ayşə xanım, mən ağlayıram, mən diyetoloqam, mən sizə kiloları verim. Amma ona mən qarantiya verə bilmərəm. Və üstündən artıq bir 5-6 həftə keçdi. Mənə zəng elədi ki, Şafıq xanım, artıq yaxşı xəbər və ana olacağım və 2 evladı da oldu. Bugünlərdə elə gəlmişdi yanıma. Doğrudan da bundan gözəl nə var? Doğrudan da Mehriban xanım, necə o sizin bu rəsmləriniz, sizin əsərləriniz, sizin evladlarınızdır. Mənim də bütün məni izləyən hal-hazırda tamaşaçılarım, bütün mənim yanıma gələn mənim pasientlərim, hamısı mənim ürəyimin bir parçasısınız. Doğrudan, sözün əsl mənasında hər biri mənim ürəyimin bir parçasıdır. Mehriban xanım, belə bir əsəriniz varmı? Sizin vizit kartınız olubdur, həyatınızı dəyişib, sizin uğurunuz olubdur. Yəni, elə bir əsəriniz olubmu, sizin həyatınızı dəyişibdir, elə deyək də, böyük bir təkan olubdur. Elə bir əsərim olub, sizə deyəcəyəm. Expo mərkəzdə Bahar adlı bütün türk dünya rəssamlarının birlikdə keçirtdiyi bir sərgi idi. Böyük sənətkarımız Sakit Məmmədov təşkil etmiş və orada mənim 2 əsərim sərgiləndi və sərgi açılış oldu. Sakit bəy də yeri gəlmişkən salamlayırıq. O da bizim böyük sənətkarımızdır. Allah var eləsin. Amin. Və sərgi açılış oldu, hamı baxdı, hamı dağıldı, evinə getdi. Saat 11 olardı, mənim müəllimim zəng elədi, mənim müəllim Sakit Məmmədovun oğludur. Zəng elədi ki, bəs Mehriban xanım, dedim, bəli, sizə bir özəl xəbər edirlər. Deyirəm, nə xəbər? Bəs sizin əsəri Leyla xanımla Arzu xanım, bizim mələklər gəliblər və bəyəniblər, bizə deyirlər ki, qiymətini desin. Nə gözəl. İlk sərgidə. İlk sərgidə, bəli. İlk sərginiz və ilk sərgidə. Bəli. İlk sərgim, özümün fərdi sərgim olmuşdu. Fərdi sərgim olmuşdu. Elə böyük sərgi deyərdim. İlk dəfə böyük sərgidə. Böyük miqyasda, böyük türk dünyasının böyük rəssamları var idi orada. O balaca bir, doğrudan da bilirsiniz, ağla gəlməyən biri oldu. Yaradıcı insanların həyatında olan, o yaradıcılığında olan yeniliklər ona qəribə bir güc, stimul, enerji verir. İnsan elə bir ki, axşam da yatmaq istəmir, istəyir səhər açılsın ki, yeni nəsə yenilik təqdim eləsin. Nəsə etdim, amma bu yaradıcı insanlarda olur. Yeri gəlmişkən Leyla xanım, sual elə siz özünüz də tamamladınız. Əgər müğənni olmasaydınız, kim olardınız? Burada kəşkən varmı? Kəşkən olmazdım. Ailədə sıxıntılar, yəni insan tanınır. Bu sizə bir belə də... Yox, məndə də kəşkilər yoxdur. Yaradıcılığımla bağlı kəşkim yoxdur. Çox yaxşı ki, bu sahədə mən olmuşam. Çünki mən uşaqlıqdan bu sahənin içində böyümüşəm. Mən 5-6 yaşlarımdan vokal, pianino, rəsm, müxtəlif festivallarda, beynəlxalq festivallarda Azərbaycanı layiqincə təmsil etmişəm. Ona görə talih həyatı elə gətirdi ki, elə mən bu sahədə də qaldım. Yaradıcılığımı davam etdim. Yeni mahnılar, yeni kliplər, konsertlər, bəli, belə alındı ki, artıq həyatım mənim sırf bütövlüklə bu sahədə oldu. Bu sahəyə necəsə sizə ailə vəziyyətimizə təsir edirmi? Baxmıyor, konsertlər, tədbirlər, gecə, axşam, gecə yekunlaşır, evlatlarımız. Yox, təsir etmir. Bayaq elə Mehriban xanımla səhnə arxasında danışırdıq. Təsir etmir mənə. Mən sizə deyim ki, insan özü bir şey istəyəndə onun öhdəsindən çox bacarıqla, məharətlə gəlir. Və mənim yoldaşım da mənə dəstəkdir, mənim yanımdadır. O sizə deyim ki, çox başlıca əsas amillərdən biridir. Çünki ailədə həyat yoldaşların xasiyyətləri bir-biri ilə uyğunlaşmalıdır. Dünyaya görüşləri, baxışları, səviyyələri mütləq bir-biri ilə tamamlamalıdır ki, o ailə daha da möhkəm olsun. Ona görə əksinə həyat yoldaşım mənə dəstəkdir, bütün bu şeylərdə mənim yanımdadır. Hətta onu da vurğulamaq istəyirəm ki, ailədə
məsələn, bəy və xanım, o demək deyil ki, insanlar bir-birinə baxmalıdır. İnsanlar birinci növbədə bir istiqamətdə baxmalıdır. O zaman ailə bərk olur, güclü olur və qabağa gedir və necə ki, siz çox gözəl vurğuladınız ki, mənim həyat yoldaşım, biz eyni istiqamətdə baxırıq. Ona görə sizin ailəviz də maşallah, elə də Mehriban xanım, onu da təbii ki, yoldaşınla onların baxışları bir nöqtədə belə də istiqamətləndirilib ki, onlar da bir-birinin başına geri gəlmişkən, buradan da mən də öz ailəmə təşəkkür etmək istəyirəm. Təbii ki, bir xanım harasa gəlib çatırsa, təbii ki, onun arxasında bir güclü ailə var. Təbii ki, burada mənim həyat yoldaşım, mənim evladlarım və doğrudan da onlar mənim, necə mən deyirəm ki, mənim bütün pasientlərim, bütün insanlar mənim ürəyimin bir parçasıdır. Onlar isə mənim ürəyimin tamlığıdır. Yəni, hər kəs mənim parçam ola bilər, amma onlar olmasa mənim ürəyim tamamlamaz. Ona görə də onlara da buradan təşəkkür edirəm. Var olasınız. İndi isə istəyirəm xanımlar bəyə sual verim, çünki xanımlar danışır, biraz belə baş qarışır. Mövzuyla bağlı mən demək istəyirdim ki, yəni elə kaş ki mövzusundan davam eləyək. Yəni, bəzən insanlar olur ki, öz həyatını bəyənmir, başqa insanlara baxır, ona həsəd aparır. Yəni, başqa insanların həyatına baxdıqca öz həyatına kaş ki deyir ki, kaş ki mən o həyatı yaşayardım. Lakin heç kim başqa, yəni o həsəd apardığı insanın əslində daxilən nə çəkdiyini bilmir, onun dərdlərini bilmir. Və belə ola bilər ki, insan doğrudan da o həyat ona qismət olar, onu yaşaya bilməz, o dərdi çəkə bilməz. Çünki birinə ola bilər ki, Allah var dövlət verib, amma ola bilər ki, xəstə övlad verə bilər və yaxud özünə bir xəstəlik verə bilər. Kaşkən bu olmazdır, o siz çox gözəl vurğuluyorsunuz. Amma əgər sən bugün tutaq ki, yeməyə bir çörəyin varsa, amma ailən sağlamdırsa, yanındadırsa, bir itki yaşamamısansa, bu özü bir xoşbəxtlikdir. Yəni, gözəllikdir, var dövlətdir, bunlar hamısı ötüb keçən şeylərdir. Yeri gəlmişkən artıq biz neçənci efirdir, suallarımıza əziz tamaşaçılar cavablar veririk və mənim Instagramma ən çox verilən sual, mən istəyirəm elə hal-hazırda onu da səsləndirim. Instagram səhifəmə demişəm ki, yazın və biz burada mütləq şəkildə o sualları işıqlandıracaq, cavablandıracaq. Bəli, suallarımız çox idi və ən maraqlı və daha çox verilən sualı istəyirəm sizdən paylaşım. Çəkinin normal yaxud normal olmadığı necə ölçürük? Yəni, hansı göstəricilər buna əsasdır? Bəli, çox gözəl sualdır. Təşəkkür edirəm tamaşaçımıza kim ki bu sualı verib. Bəli, bədən belə bir məqam vurğulamaq istəyirəm. Bəzi vaxtı 50 kilolu bir xanımı görə bilərsiniz, amma görürsünüz ki, formada deyil. Amma bəzi vaxtı eyni çəkidə, eyni boyda bir digər xanımı görə bilərsiniz və çox gözəl formada ola bilər. Bu nədən irəli gəlir? Təbii ki, bunu yoxlamaq üçün bizim də klinikamızda bioimpedan cihazımız var. Biz orada yoxluyuruq bədən kütləsini və təbii ki, burada maddələ mübadiləsinin çalışması necədir? Bədəndə ödəm mi çoxluq təşkil edir, yağ mı çoxluq təşkil edir? Ümumiyyətcə, eyni zamanda sizin həyat göstəriciləriniz necədir? Yəni, həyat göstərici nə deməkdir? Mən istəyirəm onu da izah edim. Dəfələrlə mənim pasientlərim sual verir, o nə deməkdir? Həyat göstərici o deməkdir ki, biz hamımız hansısa xəstəliyə yoluxa bilərik. Amma kimsə onu bir günə aradan götürür, kimsə ondan 10 gün, 15 gün, hətta xroniki bir fazaya da keçə bilər. Bu, oradan irəli gəlir. Bu, təbii ki, burada immun sistemimiz, düşüncələrimiz və bizim bədənimizdə keçən müxtəlif proseslər. Və keçid almaq istəyirəm ki, bədən formamız, yəni çəki nə dərəcədə göstəricidir. Çəkidən öncə ən önəmli odur ki, bizim bədənimizdə əzələ kütləmiz necədir və bizim bədənimizdə ümumiyyətcə metabolizm necə gedir və hal-hazırda çox dəbdədir. Kimsə deyir, metabolizmanı sürətləndirək, kimsə deyir, metabolizmanı artıraq. Amma belə bir məqam da var ki, mən bunu artıq izləyirəm, 15 ildən çoxdur. Özüm bilirsiniz ki, həkim diyetolog kimi çalışıram, amma 25 ildən çoxdur həkim klinisist kimi çalışıram. Və mənim praktiki müşahidələrim onu sübut edir ki, hər insan özəldir. Hər insana fərdi yanaşmaq lazımdır. Və belə deyək, əgər bu insana, bu iynə, bu dərman, bu proqram düşürsə, digərinə düşməyə bilər. Bu da nədən irəli gəlir? Hər insan, hətta eyni kiloda, eyni çəkidə olan insandan fərqli problemləri ola bilər. Ola bilər ki, bir insan 60 kilo ilə müraciət edir, amma onun o qədər dərində olan problemləri var. Amma digər ola bilər ki, 90 kiloda müraciət edir,
amma onun o qədər problemi yoxdur. Bu da nədən irəli gəlir? Birinci növbədə burada irsi faktor çox önəmlidir. Mütləq şəkildə bir irsi faktora diqqət etmək lazımdır. Ailədə ürək damar xəstəlikləri, şəkərli diabet, hiperxolesterinemiya və s. və hipertoniya və s. xəstəliklər varmı? Bu birinci məqamdır. İkinci məqam çox önəmlidir. Hətta bu günlərdə digər bir kanala da müsahibə verirdim. Birinci növbədə yuxu çox önəmlidir. Belə bir məqam var ki, insan təbii ki, vaxt hər zaman illər gedir. Biz yaşımızın qarşısını ala bilmərik. Amma özümüzü hər zaman formada və sağlam saxlamaq bizim öz əlimizdədir. Bunun üçün də birinci növbədə ən önəmli məqam odur ki, yuxu. Yuxu çox önəmli məqamdır. Hal-hazırda sosial şəbəkələr, siz də mənlə razılaşarsınız Xanlar bəy, sosial şəbəkələr olsun, telefonlar olsun, qazıqlar, həddən artıq çox məlumat var. Hətta gördünüz Mehriban xanım ona görə də bu yaşda çox gözəl və formadadır, pozitivdir. Nəyə görə? Çünki deyir ki, mən hər zaman gözəl bir rəsmlər çəkmək istəyirəm. Gözü hər zaman gözəllik görür. Ona görə axşam vaxtı bu telefonlarda, qazıqda olan negativləri qulaq asmaq, baxmaq lazım deyil. Orada özünüzə belə deyək də, mən hər zaman bir məqamı da deyim ki, mən heç vaxt heç bir Hollywood ulduzuna həsəd aparmamışam. Çünki özüm hər zaman belə deyəm, adekvat qəbul etmişəm ki, mənim boyum budur, çəkim budur, görkəmim budur və mən bu anadan, bu atadan doğulmuşam. Mən digər Hollywood ulduzlarından doğulmamışam ki, elə olum. Ona görə insan adekvat və reallıqda yaşamalıdır və ona görə də bəzi insanlar var ki, kilolardan azad olmaq istəyirlər və özlərini olduğu kimi qəbul edə bilmirlər. Bu da nədən irəli gəlir? Hər zaman kiməsə həsəd aparırlar, kiməsə bənzəmək istəyirlər. Mənim əzizlərim, heç kəsə bənzəmin. Siz yeganə və təksiz. Siz özəlsiz və əvəz olunmasız. Odur ki, sadəcə olaraq düzgün mütəxəssisə müraciət edib, gözəl bədən formanızı, istədiyiniz bədən formanızı şəfalı şəkildə, sağlam şəkildə əldə edin və hər zaman xoşbəxt olun. Mənim əzizlərim, onu da nəzərinizə çatdırım ki, bizim Şəfalı Həyat Coffee and Healthy Foodda müxtəlif kampaniyalar keçirilir. Hətta siz də ailəvizlə, əzizlərinizlə, sevdiklərinizlə gələ bilərsiniz. Bizim səhər yeməklərimizdən, axşam yeməklərimizdən, biznes lançlarımız çox möhtəşəmdir. Yeməkdən doymaq olmur. Onu da nəzərinizə çatdırım ki, həmin keyfiyyəti gözəldir, orqanikdir və qiymətləri də münasibdir. Cəmi 9, 11, 13 manatdan yeyirsiniz, həm formada qalırsınız, həm də doyursunuz. Və təbii ki, əgər Şəfalı Həyat Coffee and Healthy Food varsa, deməli, yeməklə bərabər orada bizim gözəl taamlarımız da var və taamlarımızın özəlliyi odur ki, bizim taamlar glutensizdir, şəkərsizdir, unsuzdur. Onların alternativ unlardan istifadə edirik. Badam unu, kokos unu və s. unlar və nəzərinizə çatdırım ki, təbii, orqanik kərə yağından bütün yeməklər hazırlanır, şirniyyatlar hazırlanır və siz də gəlin, dadın və gözəl formada qalın. Və təbii ki, Şəfalı Həyat Coffee and Healthy Food-dursa, deməli, sağlam qidə var, şirniyyat var və orada təbii ki, sağlam içkilər də olacaq. İstər freshlərimiz, istər müxtəlif içkilərimiz, kofelərimiz və s. Bizim Şəfalı Həyat Coffee and Healthy Food-da müxtəlif korporativlər keçirilir, müxtəlif tanınmış insanlar gəlir. Odur ki, mənim əzizlərim, hər bir bizi Şəfalı Həyat Coffee and Healthy Food-da sevə-sevə gözləyirik. Nəzərinizə çatdırım ki, Şəfalı Həyat Catering and Cake-imizdə bizim müxtəlif şəfalı yeməklərimiz var. Hətta sizin vaxtınız yoxdursa yemək hazırlamağa, mətbəxə girmək istəmirsiniz və fikirləşirsiniz nə edim? O zaman siz də Şəfalı Həyat Catering-ə müraciət edin. Bir günün bütün yemək seti gəlir. Burada səhər yeməyiniz, günorta yeməyiniz, axşam yeməyiniz, detokslarınız daxil olmaqla yeyirsiniz və cəmi bir aya 10 kilodan yeyərək azad olursunuz. Odur ki, əgər sağlam şəkildə yeyərək, doya-doya, özünüzə incitmədən, heç mətbəxə girmədən, belə deyək, artıq kilolardan azad olmaq istəyirsinizsə, o zaman ən gözəl ünvan Şəfalı Həyat Catering and Cake-dir. Qonaqlarıma istəyirəm təşəkkür edim. Mehriban xanım, sizə təşəkkür edirəm. Çox gözəl bir zövq aldım sizdən. Çox gözəl bir, belə deyək, bir auravız var. Gözəl sənətkar olaraq, gözəl ana və həyat yoldaşı olaraqla bərabər çox gözəl bir auravız var. Təşəkkür edirəm ki, bugün qonağımız oldunuz. Mən sizə təşəkkür edirəm. Bu studiya özünün gözəl aurası var, əsas odur. Çox sağ olun Mehriban xanım. İnşallah növbəti efirlərimizdə mütləq görüşərik. Leyla xanım, sizə təşəkkür edirəm. Gözəl ifanıza görə, o gözəl ifalarımıza digər bir özünüzə xas olan nəfəs verirsiniz. Var olasınız. Mən də sizə təşəkkür edirəm. Sizin də gözəl auranız var, çox gözəldir və gözəl məsləhətləriniz var. Sizin gözəl məsləhətləriniz var. İnanıram ki, xanımlar elə bu dəqiqədən bu məsləhətlərin hamısından faydalanacaqlar. Çox sağ olun Leyla xanım, var olun.
olasınız. Və Xanlar bəyə də dərin təşəkkürümü bildirmək istəyirəm. Bu maşallah 3 dənə xanım Xanlar bəyə imkan vermədi danışmağa. Mən təşəkkür edirəm ki, dəvət etdiniz. Yəni, belə bir gözəl bir verilişdə qonaq oldum. Həmçinin hesab edirəm ki, sizin çox gözəl müsbət auranız var və arıqlamaq üçün sizi seçənlər, sizin metodları seçənlər peşman olmayacaqlar. Hesab edirəm ki, yəni bu metodları mütləq inkişaf etdirmək lazımdır. Çox sağ olun Xanlar bəy, təşəkkür edirəm. Sizə təşəkkür edirəm ki, hər zaman ən yaxşını seçib və öz saytlarınızda işıqlandırırsınız. Necə ki, bizi də işıqlandırdınız, var olasınız. Beləliklə də mənim əzizlərim heç bilmədim, o 1 saat hardan gəldi, hardan getdi. Gözəl sözbətlər, gözəl ifalar və təbii ki, faydalı məsləhətlər sizinlə oldu. Odur ki, mənim əzizlərim hər bazar gün saat 2-də ARB kanalında Şəfalı Həyatı izləməkdə olun. Artıq verilişimiz sona çatdı və sonda da Leyla xanımın gözəl ifasıyla verilişimizi bitiririk. Sağ olun, sağlıqla qalın. Növbəti həftə görüşənədək. Bir
Şəfalı həyat Coffee and Healthy Food'un baş sponsorluğu ilə bitdi.